Çox sağ olun Elten. Mən bu bugün məktəbdə olmayan, amma ürəyi həmişə məktəblə döyünən müəllimlər adından məktəbin bütün müəllimlərini, bütün kənd cəmaatını, bugünkü tədbirin səbəbkarlarını, birinci sinif şagirdlərini ürəkdən təbrik edirəm və hamınıza bu tədbirə xoş gəlmişsiniz deyin. Əziz 11-cilər, bugün siz arzularınızın qanadlarında uçursunuz. 11 illik acılı, şirinli, qayğısız məktəb illəri birazdan sizin üçün arxada qalacaq. Və məktəb illəri deyilən o cığır sizi keçmişə aparacaq. Xatirələrə dönəcək o 11 illik məktəb illəri sizin üçün. Mən demək istəyirəm ki, insan həyatı pillələrdən ibarətdir. Müəyyən pillələr. Siz hesab eləyin ki, o ilk pilləni geridə qoymuşsunuz. Bugün sərbəst həyata qədəm qoyursunuz. Ömrünüzün o ikinci pilləsinə ayaq basırsınız. Sizin gələcək həyatınız attığınız o pillədən, o addımdan asılıdır. O addım sizi ucalda da bilər, sizi səhv yola apara da bilər. Mən arzu edirəm ki, siz düz yola gedəsiniz. Yəni, siz həm ata-ananız üçün layiqli övlad, həm məktəb üçün, müəllimləriniz üçün yaxşı şagird, həm şagird üçün layiqli övlad, Respublika üçün gözəl vətəndaş olasınız. Mən sizin hər birinizə ayrı-ayrılıqda və hamınıza birlikdə uzun ömür, can sağlığı, xoşbəxtlik arzulayıram. Məktəb illəri çox şey adama xatırladır. Hətta ilk sevgi, məhəbbət də bəzən görürsən məktəbdə atılır və ömrü boyu o qəbirlərdə yaşayır. Mən kiçik bir şeirlə sizi o günləri xatırladıram. Düşür yadıma hərdən, məktəb həyətində mən yoluna göz dikərdim. Qəlbim sızlardı bizdən, sən dərsə gəlməyən. Durub anardım, gizli yanardım. Neçə dostun içində özümü tək sanardım, sən dərsə gəlməyən. Zəng səsi ucalardı, şagirdlər söz alardı. Gözlərim boş parkdanda, fikrim çöldə qalardı, sən dərsə gəlməyən. Düşünüb bunu bəzən, qada düşüb həvəsdən. Nə gizlədim həqiqəti, mən də qaçardım dərsdən, sən dərsə gəlməyən. Mən bir daha sizin hamınızı təbrik edirəm, sizə xoş günlər, bəxtəvərlik, saadət, can sağlığı arzulayırım. Birincilərə isə arzum budur ki, bugün özünün ilk addımlarını atan, bilik yolunda addımlayan birincilərə arzum odur ki, onlar həm valideynlərinin, həm də məktəb müəllimlərinin ümidlərini doğrulsunlar, yaxşı oxusunlar, gələcəkdə layiqli vətənə, şairdə vətəndaş olsunlar. Çox sağ olun. Ömrümə bir çıraqsan, arzuma bir soraqsan, yaddan çıxmayacaqsan mənim ilk müəllimim. Anamın laylasısan, qəlbimdə qalasısan, könlümün qalasısan, mənim ilk müəllimim. Bağbansan, bar dərənsən, gül çiçək becərənsən, gözlərə nur verənsən, mənim ilk müəllimim. Söz 11-cilərin ilk müəllimləri olmuş
İmran müəllim, Nadir müəllim və Eyvaz müəllimə verilir. Buyurun. Ben bütün tədbir iştirakçılarını salamlayıram. Eyni zamanda valideynləri salamlayıram. Həm 11-ciləri, həm birincilərin valideynləri burada iştirak edir. Onların hamısından xahiş edirəm ki, uşaqların belə ərsəyə çatmasında böyük zəhmətləri olur. Biz müəllimlərin də əməyi sizdən asılıdır. Biz həmişə sizdən asılı o vəziyyətdə, o şəkildə deyirəm ki, deməli, uşaq olmasa müəllim, mən bilirəm ki, heç nəyə gərək deyil. Ona görə bizim hörmətimiz yoxdur. Başqa mana çıxmasın. Və burada iştirak edən müəllimlərin əksəriyyətinə dərs demişəm. Eyvaz müəllim, Eltay müəllim, bu simada 46 ali təhsilli müəllim, həkim, mühəndis mənim şagirdlərim olub. Eyni zamanda bizə dərs deyən müəllimlərimiz Nəriman müəllim, Nəsir müəllim, Fəzla müəllim, Rəcəbəli müəllim, Sabir müəllim, Zakir müəllim. Bunların da əməyindən biz istifadə eləmişik. Allah rəhmət eləsin, bizim əvvəlki müəllimlər dünyasını dəyişiblər. Rəhmətlik Sahib müəllim, İbadla müəllim, o cümlədən Mirzə müəllimin, Baxşəli müəllimin zəhmətini heç vaxt unutmaq olmaz. Mən ümid edirəm ki, bizlə bərabər indi çiyin-çiyinə çalışan İmran müəllimin zəhməti, Eyvaz müəllimin zəhməti heç vaxt unudulmayacaq. Bütün valideynlərə can sağlığı, 11-cilərə bundan sonraki həyatlarında xoşbaxtlik, uzun ömür, birincilərə də təhsildə uğurlar arzu edirəm. Ağlın bak koy pemizlə, tərbiyə kən ümüzlə, ağıl çanda kubuka, rajyakan tümü baka. Bu da mənim şehrimdən bir kiçik misraydı, sizə oxudum. Hörmətli tədbir iştirakçıları, hamınızı salamlayırıq. Xoş gəldiniz deyirik. Bir daha bütün burada tədbir iştirakçılarından müəllimlər, qocaman müəllimlərimiz əyləşib. İndi hal-hazırda işləyən müəllimlərimiz, valideynlər, 11-cilər və 1-cilər burada iştirak edirlər. Mən bir daha o rəhmətə getmiş müəllimlərimizin ruhunu Allah tərəfindən şad olmasını arzulayıram. Burada iştirak edən bizim qocaman müəllimlərimizə çox sağ olun deyirəm. Çünki onlar da bizim təlim, tərbiyə almağımızda böyük əməkləri olub, böyük zəhmətləri olub. Onların qarşısında bir daha baş əyirik. Hörmətli 11-cilərə isə arzum budur ki, onlar öz bütün arzularını çata bilsinlər. Respublikamız üçün layiqli vətəndaş, valideynləri üçün layiqli övlad ola bilsinlər. Mənim də cüzi əməyim olubsa da, mən bununla qürur hissi keçirdirəm. Birincilərə isə arzum budur ki, onlar da gələcəyin Respublikanın ən savadlı, ən irəlidə gedən insanları olsunlar. Respublikamız onlarla fəxr eləyə bilsin. Bir daha çox sağ olun, minnətdarlığımı bildirin. Hörmətli valideynlər, əziz müəllimlər və əziz uşaqlar. Bugün gün münasibətilə təbrik edirəm. Birincilərə gələcək dərslərində uğurlar arzu edirəm. 11-cilərə də arzum budur ki, gələcəkdə səsləri ali məktəblərdən gəlsin. Mən 120 il bundan qabaq bu məktəbin həyətində 11-cilərin keçirdiyi həyəcanı, sevinci mən də keçirmişəm. Ona görə də biraz həyəcanlıyam, ona görə ki, müəllimlər qabağında danışmaq, çıxış eləmək biraz mənim üçün ağırdır. Onun üçün mən burada müəllimlərimə çox sağ ol deyirəm ki, burada əyləşən müəllimlərimə çox sağ ol deyirəm ki, demək, vaxtı ilə mənimlə əziyyət çəkiblər, gəlib bu günə məni çatdırıblar. Çox sağ olun, hər birinizə ayrıda təşəkkür edirəm. Sağ olun. Nadir müəllim də, necə ki, indi 11-cilər deyir ki, birinci sinifə dərs deyir. Mən də Nadir müəllim mənim birinci sinifimdə və birinci sinifə gedəndə Nadir müəllim mənə dərs verir. Andırma kənd ümumi orta məktəbində. Nadir müəllimə çox sağ ol deyirəm. Çox sağ olun Nadir müəllim. Çox sağ olun, yenə də çox sağ olun.
Bir daha sizi hamınızı bugün münasibətilə təbrik edirəm. Çox sağ olun. Çok sağ olun müəllimlər. Sakit axarlar azları, sınamışam dostu yar Azərbaycan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Eşitmişəm uzaqlardan, uzaqlardan. Sakit axarlar azları, sınamışam dostu yar Azərbaycan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Sınamışam dostu yar Azərbaycan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Birincilerin bəzilərinin ilk müəllimi olmuş Fərzullah Qəlbə veririk. Buyurun müəllim. Aziz 11-cilər və birinci sinif şagirdləri, mən sizi bu son zəng münasibətilə səmimi qəlbdən təbrik edirəm və sizə can sağlığı arzulayıram. Arzu edirəm ki, sonraki təhsilinizdə daha da faal olasınız, xalqınıza yaxşı qulluq edəsiniz. Böyük Türk şairi Nazım Hikmətin şeirlərin birində deyilir. Mən yanmasam, sən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa? Burada böyük məna var. Məna ondan ibarətdir ki, gərək yaxşı oxuyasan ki, yaxşı mədəniyyətin olsun və bunlar bir-birlə sıxı surətdə əlaqə olanda deməli, siz vətəninizə yaxşı xidmət etmiş olarsınız. Gərək çox oxuyasan, çox çalışasan, ondan sonra sən öz məqsədinə nail ola bilərsin. Başqa bir yenə böyük Türk xalqının xalqədəsi, hökümdarı Atatürk belə bir böyük tənkiddə, böyük tədbirdə uşaqları sınavdan çıxarmaq üçün onlara suallar verir. Görür ki, bu uşaqlar bəli, bu uşaqlar həmin uşaqlar deyil. Bunlar həddindən artıq qabağa gedirlər, irəli gedirlər. Və bu sevinç onun deməli gözlərindən yaş axmasına səbəb olur. Ona görə ki, o deməli görür ki, Türk xalqının uşaqları həddindən artıq qabağa, irəliyə doğru gedirlər. Və onun gözlərindən yaş axmağa başlayır. Və cəmaət ondan soruşur ki, ey böyük hökümdar, sənin gözlərindən axan o nədir? Böyük hökümdar cavab verir ki, gözlərimdən axan sevinç yaşlarıdır. Onda biz sevincimizdən ağlayarıq ki, bizim uşaqlarımızdan o cür yaxşı faal olsunlar, çalışsınlar. Elm dəryadır. Onu gərək çox oxuyasan, təkrar eləyəsən. Ondan sonra sən öz məqsədinə nail ola bilərsən. İndi mən də sizə, mənim ümumiyyətlə arzum budur ki, məsləhətim budur ki, həmişə çalışasınız gərək, oxuyasınız, mütaliə eləyəsiniz. Elm bu tükənməzdir. Bu tükənməzdir, bu inkişaf edir. Nəşr olunur. Bu nəşr çoxalır, artır. Amma mal saxlayırsan, bu malı başqasına verirsən, bu ardalır sənin malın. Amma bu elm ardalmır, bu əksinə onu təkrar ediləyəndə, onu akıranda, çalışanda bu inkişaf edir, artır. Çok sağ olun,
Hamınıza can sağlığı edirəm, hamınıza təbrik edirəm bu gözəl bayram münasibətilə. Çox sağ olun. Məktəbimizin dil ədəbiyyat müəllimi Ədalat müəllim, buyurun. Aziz 11-cilər və hörmətli birincilər, bugün sizin həyatınızda ən böyük bayramdır. Birincilər üçün ona görə bayramdır ki, o məktəbə qədəm qoyublar. 11-cilər üçün də ona görə bayramdır ki, bunlar artıq həyata vəsiqə alırlar. Hörmətli 11-cilər, mən sizə deyirəm ki, dedim ki, bu bayram sizin həyatınızda ən böyük bayramdır. Yəni bundan sonra ona görə mən deyirəm ki, ən böyük bayramdır ki, bundan sonra siz istəsəniz də, istəməsəniz də, sizdən asılı olan səbəblərə görə, ya asılı olmayan səbəblərə görə siz bir daha bu cürə bir yerə toplaşıb bayram şənliyi keçirə bilməzsiniz. Ona görə mən sizə deyirəm ki, bugünkü günün qədrini bilin. Və bugün siz həyata qədəm atırsınız. Sizə bu həyatda uğurlar arzulayıram. Sizə can sağlığı, xoşbəxtlik arzulayıram. İnsan üçün isə ən böyük varlıq, ən böyük sərvət ağıldır. Ben size ağıllı olmağı tavsiye ederim. Çünkü ağıl olandan sonra her şey olur. Elim de olur, var dövlət de olur, saadet de olur, aile xoşbəxtliyi de olur. Ona göre de ben size çok bol ağıl arzulayıram. Sağ olun, size uğurlar olsun. Məktəbimizin gənc istedadlı müəllimi, tarix müəllimi Samir müəllim, buyurun. Teşekkür ederim. Eylem təbriklərə mən də qoşuluram. Birincilərə və 11-cilərə həyatda və işlərində uğurlar arzulayıram. Tədbirimizdə bayaq qeyd etdiyimiz kimi qocaman müəllimlərimiz iştirak edir. Buyurun Nəsir müəllim, sizin də ürək sözləriniz. Bismillahirrahmanirrahim. O qudrətli Allahın adı ilə başlayıram. Deyiləm, bütün çıxışlar, bütün söhbətlərə mən də şərikəm. Onları təkrar eləmək istəmirəm. Bugünkü gün elə bir gündür sizin üçün ki, yollar ayrılır. Kim həkim olar, kim müəddis, kim müəllimliyi davam eləyər, kəndimizə, elimizə, obamıza gərək olar. Kimi gözəl sənət sahibi olacaq, amma kim olursunuz olun, səbirlə addımlayın. Əzizim sən ay səbir, səndə var gözəl əfir. Məni tərk edib getmə, mənə xoşbəxtlik gətir. Bu səbriniz sizə xoşbəxtlik gətirsin. Sizə mən uğurlar arzu edirəm. Birincilər də gözəl təhsil davam etsinlər. Sizin hər biriniz bu elə, bu obaya, öz tayfa nəslinizə, Respublikaya, Azərbaycan xalqına xidmət edənlər, nümunəvi olan vətəndaşlar olmağı arzu edirəm sizin üçün. Buyurun Nərman müəllim, siz də dinləyin. Çok sağ olun. Ben birincileri, 11'cileri, bütün kənd cəmaatını bu güzel bayram münasibəti təbrik edirəm. Təbrik edirəm ki, arzu edirəm ki, belə güzel günler, yüziller devam eləsin kəndimizdə. Birinciler güzel oxusunlar. Gələcəkdə 10 ildən sonra bak burada 11'ciler sırasını dursunlar. 11'cilere ise arzum budur ki elə yaşasınlar ki öz hayatlarında hem kendimiz için, hem öz adları için, hem vətənimiz için iz qoyub gedə bilsinlər. Bak kendimiz gözəlləşir gündən günə. Bu kimisi məktəbi qurtarmasının 25 illiyini, kimisi 15 illiyini, kimisi 30 illiyini keçirir. Hərəsi bir, bu kənddə bir, elə bilmən ki bir bayraq sancıb gedir. Hər bir buraxılış çox gözəl tədbirlərlə yadda qalır. Mənim arzum 11-cilər odur ki, öz xalqı üçün, öz vətəni üçün, öz kəndi üçün yaşasınlar. Elə yaşasınlar ki, həyatlarında bir iz qoyub geçsinlər, gələcəkdə onları yada salır, kök götürsünlər ki, kaş ki bu gözəl gənclər də burada onlar kim olsun. Sağ olun. Söz Andırma Kənd Ümumi Orta Məktəbinin direktoru Rəhim müəllimə verilir. Buyurun.
Ben burada bütün toplantı iştirakçılarını tebrik edirəm. Onları salamlayıram. 1. ve 11'ciləri təbrik edirəm. Burada mənim yanımda mənə dəstəyən müəllimlər oturub bunları qarşısında baş əyirəm və 11'cilərə uğurlar arzu edirəm. Bunlar müstəqil həyata qədəm qoyurlar. Bu münasibətlə orayı təbrik edirəm və onların səsi yüksək kürsülərdən gəlsin. Azərbaycana layiqli vətəndaşlar yetişsinlər. Sağ olun.